iktidar, bir hakimiyyət əgər kütlələri qoyun kimi idarə eləmək istəyir, elə bir video paylaşsam həmən gün asallar məni. Mən Cənab Prezident, müstəqil mətbuatın suallarına da cavab verə bilərsiniz, yoxsa yox? Mətbuat yox. Mən bu oyanış məsələsindən sonra başladım insanları müşahidə eləməyə və görüm ölkədə ziyalılar, dövlət adamları, dövlət rəsmilərindən kim şuurludur, kim yox. Yəni kimə istinad eləmək olar, kimə daha belə deyək, diqqətlə qulaq asmaq olar, ondan faydalanmaq olar, kimsə öyle oxuduqlarını danışır və bir həqiqəti görür. Və bu ölkə rəhbəri aydınlanmış adam, düşünən adam və bunun sübutunda deyimsən. Mən bugün illər boyu bax Nəsimini birəbir demək istədiyini deyirəm. Yazıq Nəsimi bundan ötürü əfsanəyə çevirildi. Mən illər boyu Füzulinin, Nizaminin, bütün dahilərin, bax oyanmış hər bir insanın demək istədiyini deyirəm. Mənə dəfələrlə mənim kommentlərimdə yazıblar. Ki, sirri yaymaq olmaz. Sirri bildiğin üstü örtülü yazılar. İşi tapdığın sağ yoluma get. Xalqı oyatma olmaz, kütlərini oyatma olmaz. Bunu mənə şəhərlərdə yazırlar. Adi sıradan adamlar, oyanmış adamlar. Mən çox belə dəhşətli bir sirri yayıram. Mən insanlığı oyadıram. Bu dəhşətli bir şeydir. Mən dərsi soyulmağa layiqəm. Bu bilirsiniz nə deməkdir? Bir iktidar, bir hakimiyyət əgər kütlələri qoyun kimi idarə eləmək istəyirsə, qoyun kimi. Məsələn, İranda mən bu sözü danışsam, bu belə bir video paylaşsam həmən gün asallar məni. Mən Səudi Ərəbistanında bu sözü danışsam, məni həmən gün asarlar. Adını da qoyacaqlar ki, Allah'a danışdır. Mən Allah'tan danışmıram. Mən səndən danışıram. Sən düşünmürsən. Sən özünü tanımırsan. Sən insan olduğun fərqində deyilsən, yalandan səni yaradan adından sən beynində bir proqram düşürebilirsən, ona inanırsan. Mən bunu deyirəm. Və buna görə məni öldürəcəklər. Çünki şey nə deməkdir? Mən insanı oyadıram. Oyanan insan isə öz həqiqəti görəcək, yaradanı dərk edəcək. Daha başqa bir şey yox. Oyanan insan anlayacaq ki, məni anam, bax, mənə yaradan yaradıb. Anamın dilini öyrədib mənə. Məni yaradan, mənə anamın dilini öyrətdi. Sonra məni göndərə bilməzdi. Get, ya Heydər qışqır. Ya get, ərəb dilində mənə ibadət elə. Bu qədər zalım və ikiyüzlü ola bilməzdi. Yəni məni yaradan ana dilimi mən sübut eləmə hər kəsə ki, ana dili sən kimi öyrədim. Heç kim bilmir, amma mən bilirəm yaradan. Hardan bilirəm? Yaradandan öyrənirəm. Yəni zalim ola bilməz. Məni buna görə öldürəcək ərəb, fars. Bu gün Azərbaycan hakimiyyəti məni asmırsa, öldürmürsə, dilimi kəsmirsə, deməli qoyun kimi o kişi bu cəmaatı otarmaq istəmir. Açıq aydın oyadıram. Mən oyanmış insan bizə nə deməkdir? Oyanmış insan azad insandır, müstəqil insandır, düşünən insandır. Oyanmış insan qoyun kimi başını sala başa və senin dalınca getməyəcək. Oyanmış insan başa düşəcək deyəcək, bir də deyəcək ki, bir də deyən hala. Necə olur ha bu? Başa düşmürəm. Başlayacaq sorğulamağa, hər şeyi sorğulamağa. İstər dini, istər dövləti, istər hər siyasəti, hər şeyi. Ağlı işləyir ki, sənin başından fərqi yox deyil işləyinin başı. Oyanmış insan atom bombası kəşf edəcək. Oyanmış insan, nə bilim, o hər şey elə bilər. Və bunun qabağını almırsa bu hakimiyyət, deməli səni məni qoyun kimi otarmaq istəmir. Deməli bu xalqının yazığı gəlir, bu da yazığı gəlir. Görür ki, xalqı artıq çox pis vəziyyətdədir. Bu açıq aşkardır və mən ona